Deməli, bugünkü dərsimiz olacaq article. Article ümumiyyətlə elə bir nitq hissəsidir ki, o ismin qarşısında işlənir. Yəni biz sifətin qarşısında, başqa bir nitq hissəsinin qarşısında article görə bilmərik. Article məhz isimdə işlənməlidir. Və article iki növ var. Bir müəyyənlik artiklı, bir qeyri-müəyyənlik artiklı. Müəyyənlik artiklı nədir? The artiklı. Qeyri-müəyyənlik artiklı isə an artiklıdır. Bəs bunlar arasındakı fərq nədir? Bax, adından da məlum olduğu kimi, qeyri-müəyyənlik artiklında biz həmin o isim haqqında məlumatımız yoxdur. Əlavə bir şey bilmirik. Məsələn, deyirəm ki, Səbinə mənə qələm ver. Burada mən o qələm haqqında məlumat verməmişəm sənə və bu zaman müəyyən deyil. Ona görə də give me a pen olacaq. Amma desəm ki, mənə qələmi ver və mən onu sənə göstərirəmsə, bu artıq müəyyəndirsə, məlumdursa, bu zaman artıq olacaq the artiklı. Əvvəlki cümlədə haqqında məlumat vermişiksə, bizim üçün məlumdursa, bu zaman the artiklıdır. Əgər haqqında məlumat yoxdursa, ilk dəfə danışırıqsa, bu zaman an artiklıdır. İndi baxaq ki, an artiklı harda işlənə bilər, the artiklı harda işlənə bilər və ya boşluq, yəni zero artikl harda işlənə bilər. Ümumiyyətlə, hamısı haqqında birinci danışacağım ki, ümumi artikl haqqında bir fikrimiz yaransın. Bax, a book, books. İndi birinci bu iki ifadəyə də baxaq. Deyirəm ki, uşaqlar, kitab bilik mənbəyidir. Burada xüsusi bir kitabdan danışmıram. Burada deyirəm ki, ümumi danışıram. Bütün kitablar haqqında bir kateqoriya olaraq danışıram. Kitab bilik mənbəyidir. Bax, xüsusi bir kitabdan danışmadıq, ümumi danışdıq. Əgər ümumi danışırıqsa, bu zaman artiklı qoyuram sayılan tek ismin qarşısında. Bir də var deyirəm ki, uşaqlar, kitablar bilik mənbələridir. Yenə də ümumi danışıram da, yenə də xüsusi bir kitabdan danışmaq ki, ümumiyyətlə dedik ki, kitablar bilik mənbələridir. Əgər ümumi kateqoriya kimi danışırıqsa, heç vaxt qarşısında the artiklı ola bilməz, heç vaxt. Ya olmalıdır, sayılan tək isimdirsə artiklı, ya da cəm isimdirsə və ya sayılmayan isimdirsə, məsələn, bax, deyirik ki, sevgi mücərrəd məfhumdur. Xüsusi bir sevgidən danışmırıq ki, ümumiyyətlə danışırıq. Və biz bilirik ki, nə booksun qarşısında artiklı qoymaq olmaz, nə love-ın qarşısında. Çünki nə cəm isimlər an artiklı ilə işlənmir, nə də ki, sayılmayan isimlər an artiklı ilə işlənmir. Bunu isim dərsində keçmişik. Yəni, biz əgər ümumi bir məfhumdan danışırıqsa, bu zaman biz ya artiklı qoymalıyıq, an artiklı qoymalıyıq, ya da ki, ümumiyyətlə artikl qoymamalıyıq. Amma əgər xüsusilə danışıramsa, deyirəm, stolun üstündəki kitab tarix haqqındadır. Bu zaman artıq the book deyəcəm, çünki məlumdur artıq bizə. Ya da stolun üstündəki kitablar tarix haqqındadır. Yenə məlumdur, bu zaman z deyəcəm. Deməli, məlum olduğu təqdirdə biz z artikldan istifadə edirik. Ümumi kateqoriya olaraq danışdıqda yox. Daha sonra bir də fikir verməli olduğumuz bir şey var. Pronunciation məsələsi. Bu nə deməkdir? Yəni, məsələn, ilk gələn sözümüz, yəni bax bu, flat məsələn. Samitlə başladığına görə artiklı, amma apartment, site-lə başladığına görə an artiklından istifadə edirik. Amma biz bilirik ki, ingilis dilində bəzən tələffüz olunmayan səslər də olur. Məsələn, bu ikisinə baxaq. Məsələn, ikisi də h hərfi ilə başlayıb. H. A horse. Baxın, h-nı tələffüz elədim. Horse. Samit də axı. Ona görə article olacaq. Amma an hour. Bax, burada h-nı tələffüz eləmədik. Saitlə başladı. Ona görə an article olacaq. Deməli, aradakı fərq bundan ibarətdir. Biz əgər sait görürüksə, sait kimi tələffüz ediriksə, an article-dan, samit kimi tələffüz ediriksə, article-dan istifadə edirik. Bir də miqdar sayıları var ki, məsələn, 100. Heç vaxt təkcə 100 demək olmaz. 100 deyəcəksən ya da 100. Eyni şəkildə bu 1000-a da aiddir, million-a da aiddir. Biz burada miqdar sayıları ki var, 100, 1000, milyon və s. Heç vaxt the 100 deyə bilmərik, 100 deyəcəyik. Və məsələn, bu bayaq dediyimdə tərif kimi verilən isim var, kitab oxumaq üçündür, kitablar oxumaq üçündür. Yəni biz bunun qarşısında z artiklı qoymadıq. Cəmdədirsə boşluq işləndi, artikl işlənmədi. Sayılan təkdirsə artiklı işləndi.
Bir də biz əvvəlki dərslərimizdə zərə zəralı cümlələr keçmişik. Bax, zərə zəralı cümlələrdə biz z artiklı görə bilmirik. Ancaq an artiklı görə bilərik. Bax, there was a dog. Biz burada gördük a artiklı. Əgər burada were dogs olsaydı, heç nə görməyəcəkdik. Yəni biz burada da the dogs deməyəcəkdik. There was a dog ya da there were dogs. Yəni burada zəri zəra ilə başlayan cümlələrdə biz ya boşluq yazmalıyıq cəmdirsə, ya da sayılan tək isimdirsə, an artiklından istifadə etməliyik. Daha sonra bir də biz isim dərsində də belə bir şey keçmişik. İki isim yan-yana gəlirsə, biz ikinciyə baxmalıyıq. Məsələn, burada gold bilirik ki, sayılmayan isimdir. Qızıl, materiallar sayılmır. Biz bilirik ki, bir isim sayılmırsa, onun qarşısında artikel işlətmək mümkün deyil. Və ya polis həmişə cəm isimdir, baxmayaraq ki, esi yoxdur. Bu isim həmişə cəmdədir. Məhz ona görə də biz bunun qarşısında artikel işlədə bilmərik. Daha doğrusu, an artikel işlədə bilmərik. O zaman sual yaranır ki, niyə burada an artikel var? Çünki yanlarında başqa bir isim var. Yəni, iki isim yan-yana gəldikdə biz ikinciyə baxmalıyıq. Azərbaycan dilində qrammatikasında bu qayda var. Burada gördüyünüz isimlər sifətləşib, yəni atributivləşib. Məhz buna görə də bunlar artıq təyin funksiyasını daşıyır. Yəni, mənim burada fokusum, odak nöqtəm gold və ya polis deyil, ringdir. Üzük sayılan isimdirmi? Vəssalam, qarşısında artikel olmalıdır. Zabit sayılan isimdirmi? Təkdədirmi? Mütləq qarşısında artikel olmalıdır. Bu cümləni vurğulayıram. Əgər bu cümləni yaxşı yadda saxlasaq, artikel testini çox rahatlıqla işləyəcək. Çünki testlərin əksəriyyəti bu həyatdədir. Bir isim sayılır və təkdədirsə, hökmən qarşısında artikel olmalıdır. Fərqi yoxdur, an, z artiklı, kontekstdən asılıdır artıq o. Amma mütləq artikel olmalıdır. Məsələn, sən book sayılan tək isimdir. Sən heç vaxt sayılan tək ismin qarşısını boş görə bilməzsən. Hökmən artikel olmalıdır. Hökmən. Bu cümləni əsla unutmuruq. Bu cədvəldəki ifadələr isə testdə ən çox düşənlərdir. Hansı ki, bunlar əzbər tələb edir. Məsələn, normalda biz time sözünü saya bilmirik ki, vaxt sayılmır. Amma ifadə daxilində baxın, to have a good time, yaxşı vaxt keçirmək. Deməli, bu ifadə daxilində artiklı görə bilərik. Məsələn, to take a shower, duş qəbul etmək. To tell a lie, yalan danışmaq. Yəni, bu tipli ifadələr artıq əzbər tələb edir. Konkret qəlibləşmiş ifadələrdir. Bu qeyri-müəyyənlik artiklına aid olan hissə idi. İndi müəyyənlik artiklından danışsaq, dediyim kimi, müəyyənlik artiklı bizə həmin o şey haqqında məlumatın verilməsidir. Məsələn, yesterday he bought a car. Bu ilk cümlədir. Dünən o maşın aldı. Hələ bizə məlum deyil. Ona görə artiklından istifadə etdik. Amma ikinci cümlədə z artiklı. Çünki artıq birinci cümlədə bizə məlumat verilibdir. Maşın haqqında məlumat var. Məhz ona görə də biz istifadə etməliyik z artiklından. Maşın yaşıldır. Deməli, artıq bizə məlumdur, bu müəyyəndir. Əlavə olaraq, nəyin qarşısında hökmən z artiklı işlənməlidir? Sıra sayılarının qarşısında first, second, third mütləq z artiklı istifadə olunmalıdır. Sifətin üstünlüyü dərəcəsinin qarşısında. Sifətin üstünlüyü dərəcəsi bilirik ki, most-la yaranır, s-la yaranır və kökdən dəyişə bilər. The most beautiful, the best and the biggest. Deməli, bunlar hökmən z artiklından işlənməlidir. Biz quantifiers dərsini keçəndə orada bir hiləli nöqtə var idi. Biz orada most-u görmüşdük. Biz bilirdik ki, most həm quantifiersdir, həm də ki, sifətin üstünlük dərəcəsinin bir göstəricisidir. Baxın, adından məlum olduğu kimi. Sifətin üstünlük dərəcəsindən söhbət gedəndə, əlbəttə ki, most özündən sonra sifət tələb eləməlidir və bu zaman z artiklı ilə işlənməlidir. Amma miqdar göstəricisi isimə aid olan bir şeydir axı. Mostun miqdar göstəricisi kimi mənası əksərdir və bu halda biz mostdan sonra isim görürük və mənası əksərdir və heç bir halda qarşısında isim işlənə bilməz. Bu sınaqlara, qəbula tez-tez düşən nüanslardandır. Mostdan sonra sifət gəlibsə z artiklı, amma mostdan sonra isim gəlibsə birbaşa, bu zaman qəti artikl işlətmək olmaz. Və varlığı tək olan isimlər, günəş, yer kürəsi, ay və s. bunların varlığı təkdir deyə qarşısında z artiklı işlətməliyik. Əlavə olaraq bunu biz uzlaşma dərsində də, isimdə də keçmişik. Az öncə atributivləşmədən, yəni ismin sifətləşməyindən danışdım. İndi isə burada biz sifətin isimləşməyini, yəni substantivləşməni görəcəyik. Yəni,
Old qocadır. Əlbəttə bu sifətdir. Sifət niyə artiklla işlənsin ki? Amma Azərbaycan dilində də bilirik axı. Sifətin isimləşməsi üçün ismin xüsusiyyətini götürməsi lazımdır. Məhz burada da ismin xüsusiyyəti Z artiklıdır. Qocalar. Artıq burada the old qocalar, the rich varlılar, the unemployed işsizlər, the young gənclər. Yəni sifətin qarşısında z artiklı varsa, bu artıq substantivləşməni bildirir və xatırladıram ki, bu tipli birləşmələrin xəbəri həmişə cəmdədir. Yəli halı isə həmişə apostrof esləndir. Yəli halı həmişə apostrof esləndir və xəbəri isə həmişə cəmdə olacaq. Bir də yenə isimdən yadımızda qalan bir şey var ki, soyadlarda The Əliyevs, The Browns mütləq Z artiklı olmalıdır. Və başqa bir nüansa toxunacağım burada dil və millət məsələsinə. Bunu əslində biz bir dəfə uzlaşma dərsində toxunmuşuq. Amma yenə də burada xatırladaq ki, nə zaman Z ilə işlənir, nə zaman Z ilə işlənmir. Deməli, baxın, burada English, ingilis dili qarşısında heç nə yoxdur, boşluqdur. Z artiklı qoya bilmirəm. Amma əgər yanına language sözünü gətirirəmsə, bu zaman mütləq Z-si olmalıdır. Deməli, əgər bu söz dil kimi işlənirsə, boşluqla işlənməlidir, artikl işlənməməlidir yanında. Lakin language sözü gəlirsə, artıq qarşısına Z artiklı gətirməliyik. English, the English language. Və bunlar bir-birinə bərabərdir. İndi gəlin millət sözünə baxaq. Deməli, əgər biz ingilislər yazmaq istəyiriksə, yazacağıq the English. Artıq burada millət olduğunu bildirdik axı. Onda olacaq the English, ingilislər. Amma əgər people sözü gəlibsə yanına, English people, artıq burada Z artiklı düşəcək. Bu bir-birinin əksidir demək olar. Deməli, yan-yana yazdıqlarım bunlar bir-birlərinə bəllidir. Bir də xatırladıram. Əgər dil kimi danışmışıqsa bu şey haqqında, qarşısında artikl yoxdur. Lakin language sözü yanına gəlibsə, bu zaman Z artiklını yazmaq lazımdır. Əlavə olaraq, əgər biz English sözündən, nə bilim Chinese-dən, digərlərindən millət olaraq danışırıqsa, qarşısında Z olmalıdır və xəbər cəm qəbul edir. Xatırladaq, The English xəbər cəmdədir. Amma people sözü yanına gəlirsə, bu zaman artıq Z artiklı düşməlidir. Və bir də biz bilirik ki, play sözü həm oynamaq, həm də çalmaq deməkdir. Play əgər oynamaqdırsa, yəni özündən sonra hər hansısa bir oyun adı varsa, artiklsız işlənir. Play football, play tennis. Lakin play əgər çalmaq mənasındadırsa, bu zaman özündən sonra bir çalğı vasitəsinin adı gəlirsə, bu zaman artıq Z artiklı ilə işlənəcək. Play the piano, play the violin. Yəni mütləq çalğı vasitələri ilə Z artiklını biz görəcəyik. Əlavə olaraq bəzi ifadələr var ki, hökmən Z artiklından işlənməlidir. Ən çox testə düşənlər same, the same, the following və the whole. Bu ifadələr xüsusilə testdə tez-tez düşənlərdir. Həmçinin at the end of, the top of və s. Və gəldik su hövzələrinə. Deməli, biz bilməliyik ki, bütün su hövzələri ilə Z artiklı işlənməlidir. Okean, dəniz, çay, fərqi yoxdur. Hər birindən Z artiklı işlənir. Bəs nə zaman artiklı işlənmir? Məsələn, Baykal göldür. Z Baykal. Baxın, Z artiklı var burada. Amma yanına lake sözü gəlibdirsə, bu zaman artıq Z artiklı düşür. Yəni, su hövzələri ilə o zaman biz Z artiklı işlətməliyik ki, yanında lake sözü olsun. Bir də bir nüansı vurğulayaq. Günün müəyyən hissələri var. Bilirik morning, evening, afternoon, night, midnight və s. Deməli, biz sadəcə morning, afternoon və evening-lə Z artiklı işlədəcəyik. Məsələn, night-la Z artiklı işlədə bilmərik. At the night deyə bir şey yoxdur. At night olacaq. Və ya noon-la işlədə bilmərik. Yəni, sadəcə bu üçü ilə gördüklərimiz morning, afternoon və evening-lə biz Z artiklı işlədə bilərik. Növbəti hissə isə dağ zirvələri və ada adlarıdır. Yəni, burada bir nüans var. Məsələn, əgər biz söhbət bir dağdan gedirsə, bir zirvədən gedirsə, bu zaman artikl qoymuruq. Bax, Everest zirvədir. Bu zaman qarşısında artikl yoxdur. Lakin söhbət dağ silsilələrindən gedirsə, bu zaman Z artikl olmalı. Onda sual yaranır ki, müəllimə, bizim coğrafiya bilgimiz çox deyilsə, biz hardan bilək bu zirvədir ya silsilədir?
Bu zaman sizə bunu bildirmək üçün, silsilə olduğunu bildirmək üçün və ya ada qrupu olduğu bildirmək üçün sonunda S cəm şəkilçisini verəcək. Məsələn, The Alps. Alp artıq dağ silsiləsidir və ona görə Z artiklı qoyuruq qarşısında. Zirvədirsə artikl olmur, amma silsilədirsə sonundakı S-dən biləcəyik. Bu zaman artikl olacaq. Səhra adları hər zaman Z artiklı ilə işlənir. Cəhətlərə gəldikdə isə cəhətlərlə bağlı bir şey vurğuluyum. Məsələn, biz əgər Cənubi Afrika deyiriksə, South Africa. Bax, heç bir şey yazmadıq. South Africa, Z artiklı yoxdur. Amma gəlin belə bir şey yazaq. The South of Africa. Artıq bu zaman Z artiklı gəlir. Yəni, əgər biz bu cəhəti ofsuz işlədiriksə, qarşısında artikl olmamalıdır. Lakin əgər biz ofdan işlədiriksə, bu zaman Z artiklı mütləq işlənməlidir. Daha sonra bilirik ki, biz heç bir halda ölkələrlə artikl işlədə bilmərik. Ölkə və şəhər adlarından artikl işlədə bilmərik. Məsələn, biz New Yorkda, Londonda bunların qarşısında artikl görə bilmərik. Lakin bəzi istisnalar var. Bu istisnalar hansılardır? Və bu gördükləriniz ki var, bunlar istisna ölkə və şəhərləridir ki, biz bunların qarşısında artikl görə bilirik. Bunlar artıq əzbər tələb edilən ifadələrdir. Amma əzbər tələb etmədən də hansı ifadələr, yəni hansı ölkə adları artikldan işlənməlidir? Bir artıq qəlbləşmiş ifadələrdir bunlar. Məsələn, Azərbaycan heç vaxt artikldan işlənə bilməz, ölkə adıdır. Amma yanına bir də Republic sözünü əlavə eləsək, artıq olacaq Z artiklı ilə. Baxın, Azərbaycan Republic. Və ya, məsələn, deyirəm England. England heç vaxt artikldan işlədə bilmərik. Amma əgər yanında Kingdom varsa, United Kingdom artıq Z artiklı olacaq. Yəni, sözün qısası, ölkələrin yanında müvafiq olaraq Republic, Kingdom, United, Union, State, Emirate, Federation sözləri varsa, bu zaman artıq yanına Z artiklı gələcək. Daha sonra otel adları, muzey, restoran, bu tipli qəzet, jurnal, teatr adlarının qarşısında Z artiklı olacaq. Məsələn, The Times, Times jurnalı. Bu zaman Z artiklından istifadə edirik. Və ya məşhur tarixi tikililərin qarşısında Z artiklı olacaq. The White House, məsələn. The Statue of Liberty. Burada mütləq artikl olmalıdır. İstisna varmı? Bəli, var. Əgər siz Buckingham Palace və Westminster Abbey görürsünüzsə, bu zaman bu iki tarixi abidə artiklsız işlənməlidir. Əlavə olaraq materik və qitə adlarının qarşısında artikl işlədilmir. Məsələn, Europe, Asia, bunlar artiklsız işlənir. Lakin əgər continent sözü gəlirsə qarşısına, the continent of Europe, yəni artıq biz burada Z artiklından istifadə edə bilərik. O da diqqətli olaq, Europe-ın qarşısında yox, continentin qarşısında olacaq. Bir də oflu birləşmələr var. Bu əslində bütün birləşmələrə şamil eləmirəm, amma məsələn, bəziləri var ki, bunlar yəni istisnasız şəkildə oflular Z ilə işlənəcək deyə bir qayda yoxdur. Lakin əksər hallarda oflu birləşmələr Z ilə işlənir. Məsələn, deyirəm ki, Kürün sahili. Məsələn, Bank of Secure. İndi mən burada hardan bilim, bankla biz Z işlədəcəyik ya yox. İşlətməliyik. Kürün sahili. Adicə bir sahildən getmir söhbət. Bizim üçün artıq bəllidir ki, burada söhbət Kürün sahilindən gedir. Bu zaman artıq olacaq The Bank of Secure. Deməli, əgər burada bizim üçün bəllidirsə, biz artıq burada oflu birləşmənin hər iki tərəfində Z artiklından istifadə edəcəyik. Təşkilat və müəssisə adlarında biz Z artiklı işlətməliyik. NATO, UNESCO və s. Bir də next və last sözləri haqqında bir məsələni diqqətinizə çatdırın. Məsələn, gəlin deyək ki, next week, next year və ya last week, last year. Burada next və last sözlərindən sonra gəldiyi zaman məfhumlu söz. Əgər zaman məfhumlu söz gəlibdirsə, artikl işlətməməliyik. Lakin the next station artıq zaman məfhumlu söz deyil. The last room, növbəti stansiya, axırıncı otaq. Bu zaman biz mütləq Z artiklı işlətməliyik. Vurğuluyuram. Zaman məfhumlu söz gəlibsə, year, week,
They, bunlar months, bu tipli ifadələr varsa Z-siz olacaq. Lakin digər bütün hallarda Z artiklı ilə işlənməlidir. Bir də bəzi ifadələr var ki, artıq onlar əzbərtərə bilir. Məsələn, all over the world, on the one hand. Heç vaxt on one hand demək olmaz. On the one hand, on the other hand və sair kimi ifadələr artıq biz qəlibləşmiş ifadələrdə deyə əzbər bilməliyik. Digər tərəfdən sonuncu isə artiklın işlədilməməsidir. Artiklın işlədilməməsi dedikdə biz hansı halları nəzərdə tuturuq? Bayaq dediyim kimi, kitablar bilik mənbələridir, dostluq çox önəmlidir, meymunlar bananı xoşlayır. Yəni, burada ümumi danışırıq axı. Necə artikl işlədə bilərik ki? Ümumi danışırıq. Əlavə olaraq, elm adlarının, fənlərin qarşısında, oyunların qarşısında artikl olmaz. Literature, ədəbiyyat, tenis bunların qarşısında artikl olmaz. Miqdar saylardan, baxın, sıra saylarının qarşısında Z artiklı olduğu təqdirdə miqdar saylarının qarşısında artikl olmur. Sonra işarə vəzirləri və yəliyə vəzirlərinin ismi yəli halının qarşısında artikl işlənməz. My sister, my sister deyə bilmərəm ki, ya da burada ismi yəli halında Z artiklı qoya bilmərik. Adam adlarının qarşısında Dövlət İmtahan Mərkəzinin proqramına əsasən artikl işlənməməlidir. Heç bir halda artikl işlənə bilməz. Və ya nəqliyyat vasitələri. Nəqliyyat vasitələri haqqında biraz geniş danışacağıq. Deməli, nəqliyyat vasitələrində gəlin belə bir məsələ nəzər yetirək. İki cür işlənə bilir. Birincisi on və inə nəzər yetirək. Biz nəqliyyat vasitələrini iki yerə bölək. Əgər içərisində gəzə biliriksə, ayaq üstə dayana biliriksə, bu zaman ondan istifadə edəcəyik. Amma əgər içərisində gəzə bilmiriksə, deməli, ayaq üstə dayana bilmiriksə, bu zaman indən istifadə edəcəyik. Deməli, məsələn, bus içərisində avtobusun gəzə bilirik 10, maşında isə gəzə bilmirik in. Bir də by'dan istifadə edə bilərik. By bus. Bir də by car. Və sonra sual yaranır ki, mənə by bus, maşın, avtobus ilə və ya by on the bus, avtobus ilə. Bunlar arasında indi fərq nə oldu ki? Baxın, gənclər, burada ən önəmli məsələ nədir? Biz on və indən sonra təyin edici yaza bilərik. Yaza bilərik yox, mütləq yazmalıyıq hətta. On və indən sonra təyin edici gəlməlidir. Heç vaxt bax, bunu görə bilmərik. Mütləq təyin edici olmalıdır. Amma bayda əksinədir. Bay nəqliyyat vasitələri ilə işləndiyi təqdirdə bu zaman boşluq olmalıdır. Yəni, hər hansısa bir təyin edici ola bilməz. By bus, by car. Heç vaxt təyin edici ola bilməz. Amma bayın başqa mənaları da var. O saat qarışdırmayaq. Məsələn, bayın bir mənası tərəfindən deməkdir. Şairlər tərəfindən. Məsələn, onda biz artıq Z artiklı yaza bilərik. Poets. Bu zaman mümkündür ki, Z artiklı yazaq. Bayın bir mənası olacaq yanında. By the sea. Dənizin yanında, məsələn. Bu zaman da Z artiklı yaza bilərik. Yəni, bay sadəcə nəqliyyat vasitələri ilə işləndikdə artiklsız olmalıdır. Və növbəti isə biz bilməliyik ki, küçə adları, aeroport adları, meydan, xiyaban və s. kimi adlar artiklsız işlənir. Məsələn, Heydər Park, Sabir Garden, bunlar artiklsız işlənəcək. Əlbəttə ki, istisnalar var. The High Street, The Strand, The Green Park, bunlar artiklla işlənməlidir, bu üç istisna. Yenə biz bu 10-cu punktu keçmişik miqdar göstəricisi dərsində, yəni bu bizə tanış olan bir bölmədə artıq. Bu zaman biz bilməliyik ki, no-dan sonra heç bir halda heç bir artikl gələ bilməz. No-dan sonra və ya no-dan sonra artikl gələ bilməz. Firma, şirkət adları, məsələn, iPhone artiklsız işlənməlidir. Amma TV və radio sözlərində bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar bəzən tələbələrə çaşdırır TV və radio. Bu nə deməkdir? Məsələn, deyirəm ki, mən televizora baxıram. Artıq biz burada televizora bir qutu olaraq yanaşmırıq, bir əşya olaraq yanaşmırıq. Televizora baxıram, radioya qulaq asıram. Watch TV, artıq watch the TV demirəm. Watch TV. Amma əgər televizora və ya radioya bir qutu olaraq yanaşırıqsa, məsələn, deyirəm ki, mənim telefonum televizorun üstündədir ya da kitab radionun yanındadır. Artıq biz ona bir əşya kimi yanaşırıqsa, qarşısında artikl olmalıdır. Bax, televizorun üzərində kitab var. Bu zaman artikl olmalıdır, amma televizora baxmaq artiklsız olacaq. Və ya burada bu gördüyünüz school, college, university, hospital, church, prison bu tipli sözlər
Bina mənasında deyil, öz funksiyasını bildirərsə, bu zaman artiklsız işlənir. Məsələn, she goes to school. Bax, Z artiklı yoxdur. O məktəbə gedir. Yəni, məktəb nə üçündür? Təhsil almaq üçündür. Bu zaman artıq bu funksiyasını yerinə yetirir. Yəni, tədris almağa gedir, ora təhsil almağa gedir. Bu zaman Z-siz olacaq. Lakin mən deyirəm ki, mən Tomu görməyə gedirəm məktəbə. O bina məktəb mənim üçün sadəcə binadır. Mən orada təhsil almıram, mən orada işləmirəm. O binanın mənim üçün heç bir funksiyası yoxdur. Bu halda artıq Z artiklından istifadə eləyəcək. Baxın, burada artıq to the school şəklində qeyd olunubdur. Və bilmək lazımdır ki, xitablarla heç bir halda Z artiklı işlədə bilmərik. Məsələn, bir var deyirəm ki, uşaqlar bizə gəlir. Onda artıq olacaq the children, uşaqlar. Amma bir də var deyirəm ki, uşaqlar bura gəlin. Artıq uşaqlar xitabdır və xitabı da əlbəttə bildirən vergüldür. Bu zaman artıq xitabla biz heç bir artikl yaza bilmərik. Bir də aşağıdakı ifadələr ki var. Məsələn, heç vaxt at the home demək olmaz. At home olacaq və ya by the air yox, by air olacaq. Yəni artıq bunlar by mistake məsələn, bunlar qəlibləşmiş ifadələrdir. Bu şəkildə işlənməlidir. Deməli, bu şəkildə